24-25 noyabr 2025-ci il tarixlərində Qətərin paytaxtı Doha şəhərində Azərbaycan Respublikası hökuməti və Qətər dövləti hökuməti arasında birgə iqtisadi, ticarət və texniki komissiyanın 4-cü iclası və bu çərçivədə Azərbaycan-Qətər Birgə Biznes Şurasının ilk iclası keçirilib. Tədbirlərdə iştirak etmək üçün birgə komissiyanın Azərbaycan tərəfindən həmsədri, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun başçılıq etdiyi nümayəndə heyəti Qətər dövlətinə səfər edib. Səfər çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilib. Noyabrın 24-də nazir Kəmaləddin Heydərov, Qətər dövlətinin baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Altani ilə görüşüb. Görüşdə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin və Qətər dövlətinin əmiri zati aliləri Şeyx Təmim bin Həməd Altaninin müdrik, ardıcıl və uzaqgörən siyasəti nəticəsində iki ölkə arasında çoxşaxəli əlaqələrin daim genişləndiyi vurğulanıb. Əməkdaşlığın bir çox istiqamətlər üzrə, o cümlədən iqtisadi-ticari müstəvidə inkişafı üçün geniş potensialın mövcud olduğu qeyd edilib və fikir mübadiləsi aparılıb. Səfər çərçivəsində nazir Kəmaləddin Heydərov, birgə komissiyanın Qətər tərəfindən həmsədri, Qətər dövlətinin xarici ticarət məsələləri üzrə dövlət naziri Əhməd bin Muhammed Al-Seyid ilə görüşüb. Görüşdə iki ölkə arasında əlaqələrin hazırki səviyyəsindən məmnunluq ifadə olunub. İqtisadi-ticari əməkdaşlığın genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb. Azərbaycan Respublikası hökuməti və Qətər dövləti hökuməti arasında birgə iqtisadi, ticarət və texniki komissiyanın 4-cü iclasına hazırlıq çərçivəsində görülən işlər və komissiya qarşısında duran məsələlər geniş müzakirə edilib. Daha sonra nazir Kəmaləddin Heydərov, Qətər dövlətinin daxili işlər naziri Şeyx Xəlifə bin Həməd bin Xəlifə Altani ilə görüşüb. Görüşdə iki ölkənin fövqəladə hallarla mübarizə üzrə uyğun qurumları arasında əlaqələrin hazırki vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib. Əməkdaşlıq üçün hüquqi baza rolunu oynayan və 2014-cü ildə imzalanmış Azərbaycan Respublikası hökuməti və Qətər dövləti hökuməti arasında fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlıq haqqında sazış üzrə görülən tədbirlər, o cümlədən 2023-cü ildə Qətərdən olan bir qrup zabit heyətinin Azərbaycan Fövqəladə Hallar Nazirliyinin akademiyasında aldığı yüksək təhsil qeyd olunub. Bu istiqamətdə atılacaq növbəti addımlar nəzərdən keçirilib. Noyabrın 24-də Azərbaycanın Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov və Qətərin xarici ticarət məsələləri üzrə dövlət naziri Əhməd bin Muhammed Əl-Seyyid, Azərbaycan Respublikası hökuməti və Qətər dövləti hökuməti arasında birgə iqtisadi, ticarət və texniki komissiyanın 4-cü iclası çərçivəsində keçirilən Azərbaycan-Qətər Birgə Biznes Şurasının ilk iclasında iştirak ediblər. Noyabrın 25-də isə Azərbaycan Respublikası hökuməti və Qətər dövləti hökuməti arasında birgə iqtisadi, ticarət və texniki komissiyanın 4-cü iclası öz işinə başlayıb. İclasda çıxış edən komissiyanın Azərbaycan tərəfindən həmsədri Kəmaləddin Heydərov səfər zamanı göstərilən qonaqpərvərliyə görə Qətər tərəfinə təşəkkür edib. Nazir Azərbaycan-Qətər münasibətlərinin, iki ölkə liderlərinin siyasi iradəsi və qarşılıqlı hörmətə əsaslanan yanaşması sayəsində davamlı inkişaf etdiyini, bu əməkdaşlığın həm siyasi sahədə, həm də iqtisadi və humanitar müstəvilərdə özünü göstərdiyini bildirib. Bu çərçivədə birgə komissiyanın hazırki iclasının ölkələrimiz arasında iqtisadi, ticari və digər sahələr üzrə əlaqələrin daha da genişlənməsinə xidmət edəcəyinə əminliyini ifadə edib.